Xüsusilə də qadına qarşı şantaj yol verilməzdi. Qadın Azərbaycan cəmiyyətində daim müqəddəsdir. Qızımızdır, anamızdır, bacımızdır. Bu, əsrlər boyu bizim milli dəyərimiz olub. Qadına ləkə atılanda bu palçıq bütün cəmiyyətin üzərinə atılır. Bugün bir qadının ünvanına atılan iftira və böhtana göz yumacağıqsa, sabah bunun bütün cəmiyyətə yayılacağı ehtimal var. Bunun qarşısını bugün hamımız, bütün cəmiyyət olaraq almalıyıq. Ləkə atılanda bu palçıq bütün cəmiyyətin üzərinə atılır. Deməli, Mehribana ləkə atılanda, mamış deyən röyaya ləkə atılanda, hələ bizimkilər deyil ama, hastayan lüt gəzən Aygün Kazımovaya ləkə atılanda, Azərbaycan qadınına ləkə atılırmış. Alyonaya atılan ləkə Azərbaycan qadınına atılırmış. Ay, elə bir məmur tapmaq olmur, şəhid anasına bədənini satmağa məcbur edir işətlər. Ay, Azərbaycan qadınını mələr qoyublar, 80 yaşında qadınlar yol süpürürdü, indi daha da açlıq gəlib deyə o yaşlı qadınları çıxardıb yatağa basa biləcəkləri çıxardılar, işə düzəldirlər, süpürgəçiliyə. Azərbaycan qadını, Azərbaycan qadını. Bir dəqiqə mən Zəki də qoşub bir dəqiqə burada qalın. Adı indi Azərbaycan qadını yada düşdü. Axırda görürsən acizliyini, dəqiqliyini göstərirlər. Yəni, mən başa düşmürəm Azərbaycan qadınının köprüdə, gömrülərdə sürüyəndə, şəhid analarını sürüyəndə, qazi şəhid ailələrinin xanımlarını ac-qalamac buraxanda, Azərbaycan qadınına bədənini satmaqdan başqa yaşama şansı qoymayanda, Hindistanlını, ərəbləri, Pakistanlı, Kürdləri döküb, bütün otellərdə Azərbaycan qadınını bacarlayanda, İlham Əliyev, onda cənnət xanımların ayağının altında olduğu yada düşür. Cənnət yoxsa Alyona ayağının altında. Ya şimdi bir kısaca Zəki bəy qoşub olabilir Azərbaycan xanımına yer verir. Artık video kupardır, necə konser, necə çılır. Yaxşı, laf belə deyir, laf belə deyir. Laf belə axıncı variant deyir. Əlin alıyor. Deyək ki, o ağzında cinsi organ olan Alyona görüldü, tərbiyənlidir, bir təkdir. Və çıx Alyona'nın özü paylaşdığı, lüt paylaşdığı, Sergeylərin, Denislərin, Menislərin qucağında şəkillərini göstər görür. Çıx o evliliklər var, sənədlər var əldə, Alyona'nın başqasından yekə bir gün sabah nə bilim xidmətə gedəsi uşaq var. Ondan danış görüm. Çıx mənə danış görüm Alyona necə oldu Azərbaycan vətəndaşı, necə səs verdi? Çıx mənə danış görüm. Bu boyda Azərin qol bud yataqda şəkilləri var, göstərir efirdə paylaşır. Onlara bir çıx cavab ver görüm, bunlar yalan deyil, amma özü paylaşma. Alyona'nın özü paylaşma.